Salam, hər vaxtınız xeyir dostlar. Hər birinizi xoş gördük yeni videoda. Dostlar, əvvəlcə onu bildirim ki, təəssüflər olsun ki, yenə mikrofonla əlaqəli problemlər yaşayıram. Sifariş verdiyim mikrofon gəlmişdi, amma defekt çıxdı, geri qaytardım. Ona görə də yeni sifarişim bayramdan sonraya düşə bilər. Bəs deyə bilərsiniz ki, burdan niyə almıram mikrofon? Çünki burada 2 qat, 3 qat bahasına çıxır həmin mikrofon. Ona görə də istəmirəm ki, kanalın aktivliyi düşsün. Sizləri videosuz qoymamaq üçün də müvəqqəti olaraq növbəti bir neçə video mikrofonsuz olacaq. Əgər səs keyfiyyəti ürəyinizcə olmasa, üzrlü hesab edin, müvəqqətidir. Bu gün isə sizlər üçün keçdiyimiz günlərdə Çinin sınaqdan keçirdiyi ağır sinif pilotsuz uçuş aparatları olan SH-7 və J-Tank PUA-ları haqqında danışmaq istəyirəm. Hələ 2018-ci ildə təqdimatı keçirilən SH-7 pilotsuz uçuş aparatı görünüş etibarilə Türkiyənin Anka və Amerikanın B-21 Raider pilotsuz uçuş aparatlarına bənzəyir. Amma əsasən Amerikan istehsalı olan H280 pilotsuz uçuş aparatının analoq olaraq qiymətləndirilir. Uzunluğu 10 metr, qanad açıqlığı 22 metrdir, maksimum qalxma ağırlığı 13 tondur, 15 saat havada qala bilir və 2000 kilometrlik bir əməliyyat mənzilinə daxildir. Bəzi mənbələrin qeyd etdiyinə görə də 2000 kiloqramlıq bir döyüş yükü daşıya bilir. Uçan qanad, quyruqsuz gövdə və kamuflaj edilmiş mühərrik nozulları sayəsində radarlarda görünmə ehtimalı azdır. Radarlar onu görsə belə, gövdə daxilində daşıdığı antiradiasiya başlıqlı raketlər ilə həmin radarları, həmin hədəfləri məhv edə bilir. Sınaqlar zamanı SH-7-nin avtonom taksi, qalxma və enmə, uçuş trayektoriyası, uçuş idarəetməsi kimi bacarıqları nəzərdən keçirilib və sınaq qrupu bildirib ki, əldə olunan nəticələr simulyasiya və yerüstü testlərdə əldə olunmuş nəticələrlə demək olar ki, üst-üstə düşür. SH-7-nin sürəti saatda 920 km təşkil edir və bu sürətə stealth qabiliyyətini və süni zəka dəstəkli idarəetmə sistemini də əlavə etsək, bu xüsusiyyətlər, bu bacarıqlar SH-7-ni mükəmməl bir döyüş maşını halına gətirir. Bir digər sınaqdan keçirilmiş Çin istehsalı pilotsuz uçuş aparatı isə ağır sinif çoxfunksiyalı J-Tank pilotsuz uçuş aparatıdır. Onun uzunluğu 16 metr, qanad açıqlığı 25 metr təşkil edir, maksimum qalxma ağırlığı 16 tondur və 12 saat havada qala bilir. Əməliyyat mənzili isə 7000 kilometrdir ki, bu da onu uzun mənzilli tapşırıqlar üçün effektiv edir. Avik şirkətinin yerli imkanlarla ərsəyə gətirdiyi J-Tank PUA-sı həm mülki, həm də hərbi məqsədlər üçün istifadə olunacaq. Belə ki, mülki məqsədlər üçün istifadə olunarsa, o uzaq məsafələrə qargo daşıya biləcək, fövqəladə hal baş vermiş ərazilərə yardım aparacaq, xəritə salma və meşə yanğınlarına nəzarət kimi tapşırıqlar üçün istifadə olunacaq. Hərbi məqsədlər üçün istifadə olunarsa əgər, sahib olduğu 8 askı nöqtəsində müxtəlif lazer başlıqlı raketlər, hava-hava tipli raketlər, gəmi əleyhinə raketlər və gəzən sursatlar vasitəsilə döyüş tapşırıqlarını həyata keçirə biləcək. Bu askı nöqtələrində həmçinin müşahidə kəşfiyyat və radioelektron mübarizə podları yerləşdirilə bilir. Bu podların əvəzlənməsi, dəyişdirilməsi 2 saata qədər vaxt tələb edir. Amma onun ən əsas özəlliyi isə odur ki, gövdə daxilində yüzlərlə dron, gəzən sursat daşıya bilir və bu dronları istədiyi yerdə sərbəst buraxa bilir. Bu sayədə də, bu özəlliyi sayəsində də dünyanın ilk dron sürüsü daşıya bilən pilotsuz uçuş aparatı ünvanına sahibdir. J-Tank PUA-sı bir ədəd turbofan mühərriklə təchiz edilmişdir və bunun hissəsində radar və elektrooptik müşahidə podu yerləşir. Radar istənilən hava şəraitində gecə və gündüz geniş bir ərazinin müşahidəsini təmin edir. Elektrooptik poda termal kamera, gecə-gündüz kamerası, lazer məsafə ölçən cihaz və hədəflərin lazerlə işarələnməsi kimi sistemlər daxildir. Bütün bu sistemlər J-Tankın döyüş şəraitində situasiya məlumatlılığını daha da artırır və onu müşahidə, kəşfiyyat və zərbə əməliyyatları üçün mükəmməl bir döyüş vasitəsi halına gətirir. Əslində baxarsan, bu tip platformalara pilotsuz uçuş aparatları demək biraz qəribə çıxır. Çünki şəxsən mənim düşüncələrimdə PUA deyildiyi zaman 16 tonluq bir platforma deyil də kiçik, radarlarda görünməyən bir sistem gəlir. J-Tank tipli platformalar radarlardan gizlənmək üçün nəzərdə tutulmayıb. Çünki istəsən belə bu boyda nəhəng pilotsuz uçuş aparatını radarlardan gizlətmək çətindir. Onların əsas məqsədi orta təhlükəli ərazilərdə kəşfiyyat, müşahidə və yeri gələrsə hücum əməliyyatları həyata keçirməkdir. Və bu zaman digər dost və müttəfiq döyüş təyyarələrinin köməyi ilə mühafizə edilirlər.
J-tank bir növ uçan hərbi bazadır. Belə ki, onun daxilində rabitə sistemləri, kəşfiyyat müşahidə sistemləri, radar antenaları, generatorlar yerləşir. Və bütün bu sistemlərin köməyi ilə də 15 saat ərzində müxtəlif əməliyyatları həyata keçirmək mümkündür. Son illərdə dünya ölkələri pilotsuz uçuş aparatlarının istehsalına və təkmilləşdirilməsinə xüsusi diqqət yetirirlər. Bunun bir neçə səbəbi var. İlk səbəbi odur ki, adından da göründüyü kimi pilotsuz uçuş aparatlarını pilotlar idarə etmir və nəticə olaraq da bu pualar vurulduğu zaman insan itkisi olmur. İkinci olaraq da elə tapşırıqlar var ki, məsələn, hər hansı bir bunkerin bombalanması və ya düşmən ərazisi üzərində kəşfiyyat müşahidə əməliyyatlarının aparılması kimi tapşırıqlar üçün döyüş təyyarələrinin havaya qalxması artıq xərcdir. Bu kimi əməliyyatlarda əsasən pilotsuz uçuş aparatlarından istifadə edilir. Əlavə olaraq da pilotsuz uçuş aparatları daha çox havada qala bilirlər. Belə ki, bəzi PUA modelləri 20, hətta 40 saata qədər havada qala bilirlər. Döyüş təyyarələri isə yanacaq tədarükü, əlavə yanacaq tədarükü etməzlərsə, bu göstəriciyə çatması mümkün deyil. Pilotsuz uçuş aparatları müxtəlif məqsədlər üçün istifadə oluna bilir. Bəzən düşməni çaşdırmaq üçün, bəzən müşahidə əməliyyatları aparmaq üçün, bəzən də zərbə endirmək üçün, hətta bəzən də aranı qatmaq üçün istifadə olunur. Belə ki, misal üçün keçdiyimiz günlərdə Türkiyəyə göndərilən və Türkiyənin ərazisinə səhv eləmirəmsə 450 kilometr daxil olan Rusiya istehsalı pilotsuz uçuş aparatını göstərmək olar. İndiyə qədər də müzakirə mövzusudur ki, bu pilotsuz uçuş aparatını kim göndərib? Həqiqətən Rusiya mı göndərib, yoxsa kimlərsə göndərib ki, söz-söhbət yaransın? Sizin də düşüncələrinizi bilmək maraqlı olardı. Görəsən doğrudanmı bu puanı Rusiya göndərib, yoxsa başqası mı göndərib? Bu barədə fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Mənim isə bugünlük bu video üçün deyəcəklərim bu qədər. İzlədiyiniz üçün hər birinizə minnətdaram. Əgər bəyəndinizsə, bəyən düyməsinə basmağı və hələ də kanalımıza abunə deyilsinizsə, pulsuz abunə olub dəstək ola bilərsiniz. Gələn videolarda görüşənədək hələlik.